Salam dəyərli izləyicilərim. Bugün sizlərə özündə xəstəlik axtarma, xəstəliyi, yəni hipoxondriya haqqında məlumat verəcəm. Hipoxondriyadan əziyyət çəkən pasientlər öz bədənlərinə qarşı çox həssas olurlar və daim özlərində xəstəlik axtarırlar. Elə buna görə də həmin xəstələr tez-tez nəbzlərini ölçürlər, arterial təzyiqlərini ölçürlər. Bu tip pasientlər daima tibbi məqalələr, tibbi jurnallar çox oxuyurlar və qəbul etdikləri dərmanın içki vərəqəsində yan təsirlərinin hamısını özlərində müşahidə edirlər və buna görə də həmin pasientlər daim həkim gəzirlər. Amma dərdlərinə çarə tapa bilmirlər. Bu tip pasientlər özlərində olan kiçik bir simptomu, məsələn, ağrını çox qabarıq şəkildə ifadə edirlər və öz dərdlərini kiməsə danışanda daha da rahatlayırlar. Bir nevroloq olaraq sizə məsləhətim, həkim gəzməkdənsə özünüzə güvənə biləcəyiniz bir həkim seçin və onun müalicəsini alın. Çünki bu əlamətlər vaxtında müalicə olunmazsa daha da ağırlaşa bilər. Hər zaman hər birinizə sağlamlıq diləyirəm. Sizin nevroloq Dr. Jalə Qarayeva.